Əzbərçilik yaxşıdır. Bəzi müəllimlər bunu əzbərçiliyi öyrədə bilirlər, ancaq mən bunun tərəfdarı deyiləm. O mənada ki, imtahanda siz bu və digər sualın cavabını tapmaqda bir balaca çətinlik çəksəniz, yaddaşınız sizi çətin vəziyyətə qoysa, siz bu sualın cavabını heç bir məntiqlə, heç bir ağıldan tapa bilməyəcəksiniz. Çünki faktiki olaraq proses başa düşməmisiniz. Hərbi xidmət elmində olan cinayətlər 328 və yanlış eləmirəmsə 352-ci maddəyə qədər olmalıdır. 328-ci maddə biz təyinatı üzrə, müvafiq maddələr üzrə öyrənəcək prosesi. 328-ci maddə əmrin icra olunmamasıdır. Əmrin icra olunmaması ümumilikdə bizim üçün nəzərdə tutulub 4 hal. Yəni 328-in .1-i var, .2-si var, .2 var və .4-ü var. 328-in .1-ində deyir ki, rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmrin, yəni loru deyək də, komandirin verdiyi əmri tabeliydə olan şəxsin yerinə yetirməkdən imtina etməsin. Ancaq biz deyirik ki, bu imtina açıqcasına olunan imtinadır. Əmrin başqa şəkildə qəsdən yerinə yetirməməsidir. Və müvafiq hal, yəni əmrin yerinə yetirməsindən açıqcasına imtina etmək. Ha belə, əmrin başqa şəkildə qəsdən yerinə yetirməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda. Yəni, əmrin icra olmaması rəisin qanun edilmiş verdiyi əmri tabeliydə olan şəxsin icra etməməsi, bu müvafiq hal hərbi xidmət mənafelərinə mühüm zərər vurarsa nə baş verir? Bu halda 3 cəza tədbiri nəzərdə tutulacaq. 1. Hərbi xidmət üzrə məhdudlaşdırma. 2. İntizam xarakterli hərbi hissədə saxlanılma. 3. Azadlığın məhdudlaşdırılması. Hər üç halda həm məhdudlaşdırma, həm İntizam xarakterli saxlanılma, həm də azadlığın məhdudlaşdırılması 2 il müddətinə dək nəzərdə tutulur. Biz azadlığın məhrum etsək də 2 müddətindəcəyik, intizam xarakterli saxlasaq da, məhdudlaşdırsaq da. Burada yalnız 2 ildir. Eyni əməllər, yəni 328-in .1-ci halında baş vermiş, deməli, məsuliyyət yaradan hal, yəni əmrin icra olmaması, hərbi xidmət əleyhinə mühüm zərər vurduqda, bizə ki, 2 il müddətində azadlığın məhdudlaşdırma nəzərdə tutulur. Düzdür? Eyni əməllər ağırlaşdırıcı halda tətbiq olunarsa, tutaq ki, ağır nəticələrə səbəb olub. Bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilir. Mütəşəkkil dəstə tərəfindən törədilir. Bu halda yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutacaq. Biz xatirimizdə saxlamalıyıq ki, 328-in .1-ci maddəsi, yəni əmrin icra olunmaması mühüm zərər vurursa hərbi xidmət əleyhinə, bu halda, yəni birinci sadə halda biz 2 il müddətində azadlığın məhdudlaşdırılmasını nəzərdə tuta bilərik, yaxud intizam xarakterli saxlanıla bilər. Bütün hallarda, yəni hər üç halda da 2 ildir. Ancaq bu halın ağırlaşdırıcı tərəfi, tutaq ki, mütəşəkkil dəstə tərəfindən, qabaqcadan əlbir olan qrup şəxs tərəfindən törədilərsə, bu halda tutaq ki, 5 ilədək müddətdə azadlıqdan məhrum etmə tətbiq olunur. Yəni, ağır nəticələr səbəb olarsa, ağırlaşdırıcı halı, bu halda 5 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Və bunun ağırlaşdırıcı halında, yəni 328-in .1-in ağırlaşdırıcı halında, yəni .2-ci halında nə insan xarakterli hərbi hissədə saxlanılma, nə də hərbi xidmət üzrə məhdudlaşdırma nəzərdə tutulmur. Yalnız və yalnız azadlıqdan məhrum etməklə cəzalandırılır. O da 5 illik müddətdir. 328-ci maddənin 3-cü hissəsi var. Biz 328-ci .1-də deyirik ki, əmrin icra olunmaması, 328-ci .1-də deyirik ki, müvafiq əmrin yerinə yetirilməsindən imtina etmək, qəsdən yerinə yetirməmək. Bu, hərbi xidmət mənafelərinə mühüm zərər vurursa. Ancaq biz 328-ci .3-də deyirik ki, hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmr icra olunur. Biz 328-ci .1-də deyirik ki, əmri getməyib, ona görə ki, əmrin yerinə yetirməsi açıqcasına imtina edir. Yaxud nə bilim, qəsdən hər hansı bir şəkildə yerinə yetirmir. Ancaq 328-ci .3-cü hissəsində isə deyirik ki, bu adam hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmr getmir. Ümumiyyətlə, əmrin icra olmaması hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində icra olunur və bu əməl ağır nəticələrə səbəb olur.
həm 328.1-də, həm də .3-cü halında müvafiq cəza tədbirləri eyni cəza tədbirləridir. Burada heç nə əskilməyib və eyni cəza tədbirləri də eyni müddətə nəzərdə tutulur. Məhdudlaşdırma da 2 il ədəkdir, insan xarakterli saxlanma da 2 il ədəkdir və azadlığın məhdudlaşdırılması da nə qədərdir? 2 ildir. Deməli, 328-ci maddənin 1-ci, 3-cü halında nəzərdə tutulan cəza tədbirləri eyni cəza tədbirləridir. Eyni müddətə nəzərdə tutulub cəza tədbirləri üzrə cəzalandırma. Ancaq 328-ci .2-ci halı, .1-ci halın ağırlaşdırıcı halı idi ki, burada yalnız azadlıqdan məhrum etmə nəzərdə tutulurdu ki, bu da 5 ilə qədər müddət idi. 328-ci .4-cü halında, yəni .1.3-cü hallarında, .1.2.3-cü hallarında nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədilirsə, bu halda da yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. Burada artıq insan xarakterli saxlanılma, hərbi xidmət üçün məhdudlaşdırma nəzərdə tutula bilməz. Bu halda da yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulur və bu hal bizə imkan verir deyək ki, şəxs 5 ildən 10 ildən müddət azadlıqdan məhrum etməklə cəzalandırılmalıdır. Deməli, 328-in 1-ci, 3-cü hallarında eyni cəza tədbirləri eyni müddətə nəzərdə tutulur. .3-cü halı ilə .4-cü halında yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulub. Bu da ona görə ki, .2-ci hal birin ağırlaşdırıcı tədbiridir. .4-cü hal isə müharibə vaxtı və ya döyüş şəraitində törədilirsə, bu halda olur. Hər iki halda yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. .2-də, yəni ağırlaşdırıcı halda, birin ağırlaşdırıcı halında 5 ilə də müddətdir. 28.4-də, yəni müharibə vaxtı və ya döyüş şəraitində törədilərsə, bu halda 5 ildən 10 ildən müddət azadlıqdan məhrum etmə tətbiq edilir. 329-cu maddə var. Yəni 329-cu maddə tabeliğdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərdir. Tutaq ki, komandirin, rəisin öz tabeliğində olan hərbi qulluqçuya qarşı zor tətbiq etməsidir. 329-dan sonra gələn maddə də, yəni 330-cu maddə də bunun əksidir. Burada rəisin tabeliğdə olan hərbi qulluqçuya qarşı zor tətbiq etməsidir. Ancaq 330-cu maddə tabeliğdə olan şəxsin öz komandirinə qarşı, öz rəisinə qarşı zorakı hərəkətidir, zor tətbiq etməsidir. Bunlar bir-birinə əks olan maddələrdir. 329-un 1-ci halı, yəni tabeliğdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər. Xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı, habelə belə vəzifələrin yerinə yetirilməsinə qədər olaraq rəisin tabeliğində olan şəxsə zor tətbiq etməsi, bu hal aidiyyəti üzrə 3 cəza tədbiri nəzərdə tutulur. Yəni onlardan biri tətbiq oluna bilər. Hərbi xidmət üçün məhdudlaşdırma tətbiq oluna bilər, insan xarakterli saxlanılma tətbiq oluna bilər və ya azadlıqdan məhrum etmə tətbiq oluna bilər. Biz 328-ci maddənin 1-ci halında da, 3-cü halında da eyni cəza tədbirlərini görmüşük. Yəni cəza tədbiri 3 ədədi idi. Məhdudlaşdırma, insan xarakterli saxlanılma və azadlığın məhdudlaşdırılması. Biz dedik ki, 329-un .1-ci halında, yəni rəisin öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi, 1 il ədəd müddətdə hərbi xidmət üçün məhdudlaşdırma, 1 il ədəd müddətdə insan xarakterli saxlanılma və ya 2 il ədəd müddətdə azadlıqdan məhrum etməklə cəzalandırılır. Burada 1 il və 2 ildir. Azadlığın məhdudlaşdırılması daha çoxdur, 2 il ədəd müddətdir. 329.1-ci halında nəzərdə tutulmuş əməl, yəni rəisin tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi. Bu hal, yəni eyni əməllər təkrar törədilərsə, 2 və ya daha çox şəxsə qarşı törədilərsə, bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilərsə, silah tətbiq etməyə törədilərsə və s. Bu kimi hallardır, yəni 329.1-ci maddəsində nəzərdə tutulmuş halın, yəni rəisin öz tabeliyində olan şəxsə qarşı zorakı hərəkətlər etməsi, zor tətbiq etməsi halı ağırlaşdırıcı məqamlarla müşahidə olunarsa, tutaq ki, silah tətbiq edib törədib, bir qrup şəxs tərəfindən törədilib, qabaqcadan əlbir olub törədiblər və s. Bu halda yalnız 2 cəza tədbiri nəzərdə tutula bilər. Burada hərbi xidmət üçün məhdudlaşdırmamız artıq çıxırıq. Yalnız insan xarakterli saxlanma ola bilər. Bir də azadlığın məhdudlaşdırılması deməli cəzası tətbiq oluna bilər. İnsan xarakterli saxlanma 1 ildən qaldırılıb 1 ildən 2 ildən müddətə. Azadlığın məhdudlaşdırılması isə 2 ildən 5 ildən müddətə qaldırılıb. Deməli, müvafiq halın, sadə ibtidai halında, yəni rəisin
tabutda olan şəxsə qarşı zorakı hərəkətlər etməsini biz bir il müddətə insan xarakteri saxlanma kimi qiymətləndirdiksə, burada insan xarakteri saxlanma eyni əməlin ağırlaşdırıcı variantlarında 1 ildən 2 ədəd müddət artırılır. Azadlığın məhdudlaşdırılması 2 ədəd müddətə idisə, biz onu ağırlaşdırıcı halında 2 ildən 5 ədəd müddətə nəzərdə tuturuq. Mən xahiş edirəm, biz bu materialları öyrənəndə, hansı ki biz öyrənirik, əzbərçiliyə getməyək, təyinatı üzrə başa düşək. Çox oxuyaq, çox öyrənək, çox müzakirə edək. Müəllim bilir, sualı bir dəfə verim, cavab versin, ikinci dəfə utanıb verməyim, yaxud mən artıq bir dəfə öyrənmişəm, testdə tətbiq edə bilirəm. Belə bir şey yoxdur. Sonuncu imtahan gününə qədər dəfələrlə oxuyacağıq, təkrar edəcəyik, müzakirə edəcəyik, lap mübahisə edəcəyik. Bilirsiniz, insan bir şey mübahisə edirsə, o daha da yaxşı bilir onu. İnsan heç vaxt o davada yediyi yumruğu unutmur. Ona görə də biz haradakı mübahisə edib, məsələni aydınlaşdıracağıq, onu heç vaxt xatirimizdə çıxartmayacağıq. 329-cu maddənin birinci halında hansı cəza tədbirləri nəzərdə tutulur? Məhdudlaşdırma hərbi xidmət şərti, hərbi xidmət üzrə, insan xarakterli hissədə saxlanılma və azadlığın məhdudlaşdırılması. Biz dedik ki, 1 il, 1 il, 2 il idi. İnsan xarakterli saxlanılma və hərbi xidmət üzrə məhdudlaşdırılma 1 il müddətinə dəyildi. Amma azadlığın məhdudlaşdırılması 2 il müddətinə dəyildi. Eyni əməlin ağırlaşdırıcı hallarında biz dedik, misal üçün, əlbir olan bir qrup şəxs tərəfindən törədiblər, yaxud silah tətbiq etməklə törədib və s. Biz dedik, bu halla hərbi xidmət üzrə məhdudlaşdırılma artıq ləğv edilir. Yalnız 2 cəza tədbiri qalır. 1. İnsan xarakterli hərbi hissədə saxlanılma. 2. Azadlığın məhdudlaşdırılması. Burada artırılır. 1 il isə 50% qədər artırılır da. 1 il isə biz onu 2 ilə qədər artıra bilərik. 1 ildən 2 ilə qaldırırıq. Azadlığın məhdudlaşdırılması isə 2 il isə biz onu 2 ildən 5-ə qədər artırırıq. 329-cu maddənin 3-cü hissəsi var. Bu, yəni 1-ci və 2-ci hissədə nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqdadır. Tutaq ki, real söz tabirində olan şəxsə qarşı zor tətbiq edib. Adamın sağlamlığına zərər vurulur. O zərərin həcmi də müəyyən olunur ki, ağır zərərdir və ya digər ağır nəticələrə səbəb olur. Bu halda yalnız azadlığın məhdudlaşdırılması olacaq. Tutaq ki, adama zorakılıq hərəkət olunur komandiri tərəfindən. Eyni zamanda bu onun sağlamlığında ciddi bir xoşagəlmə sala gətirib çıxarır. Biz bu halda deyirik ki, yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulacaq və nəzərdə tutulmuş bu məhdudlaşdırma 3 ildən 8 ədəd müddətə nəzərdə tutula bilər. Ümumiyyətlə yoldaşlar, biz bu cinayət prosessual qanunvericiliyində də var, deməli, hərbi xidmət əleyhinə olan cinayətlərdə də var, başqa bu cür qanun materiallarında da var. Biz 3 ildən 8 ilə qədər deyirsə, konkret 3 il yaxud da 8 il nəzərdə tutmuruq. Biz 5 ildə nəzərdə tuta bilərik, o 6 ildə nəzərdə tutulur. Biz deyəndə müvafiq dövlətin, belə deyək, müvafiq prosessual hərəkətləri keçən, qərar verən orqanlarının söhbət edirik. Onlar 5 ildə nəzərdə tutula bilərlər, bunun maksimum 8 ildə nəzərdə tutula bilərlər və s. Biz sadəcə o məsafəni müəyyənləşdiririk. Hansı müddətə nəzərdə tutula bilər? Deməli, 329-cu maddənin 3 halı var. Birinci halda 1 il müddətədək məhdudlaşdırılma hərbi xidmət üzrə, 1 il müddətədək insan xarakterli saxlanılma, 2 il müddətədək azadlığın məhdudlaşdırılmasıdır. Eyni əməlin ağırlaşdırıcı tədbirləri olarsa, ağırlaşdırıcı halları olarsa daha doğrusu, biz orada yalnız azadlıqdan məhdudlaşdırmanı və insan xarakterini saxlayırıq. Məhdudlaşdırma hərbi xidmət üzrə ləğv edilir artıq. İnsan xarakterli saxlanma 1 ildən 2 ildə müddət artırılır. Azadlığın məhdudlaşdırılması isə 2 ildən 5 ildə müddət artırılır. Eyni əməllər, yəni həm birinci halda, həm də ikinci halda nəzərdə tutulmuş əməllər zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa və ya digər ağır nəticələrə səbəb ola bilərsə, belə halda yalnız azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. Biz 329-cu maddəyə baxırıq. Birinci ibtidai halında 3 cəza tədbiri nəzərdə tutulur. Məhdudlaşdırma, hərbi xidmət üzrə, insan xarakterli saxlanılma və azadlığın məhdudlaşdırılması. İkinci halında, yəni eyni əməlin ağırlaşdırıcı, nisbətən ağırlaşdırıcı hallarında biz burada deyirik ki, biri ləğv olundu, yəni başdan birinci ləğv olundu. Hərbi xidmət üzrə məhdudlaşdırmaya biz çıxdıq. Qaldı insan xarakterli və azadlıqdan məhrum etmə. Bunun üçüncü halında, yəni biz ağırlaşdırdıqca tədbiri, orada daha yüngüllər, yüngülü çıxır ortadan.
Üçüncü halında, yəni daha ağır nəticədən söhbət edirsə, adamın sağlamlığına daha ağır zərər vurulubsa, bu kimi halda yalnız azadlıq məhdudlaşdırılması nəzərdə tutulacaq. Bu halda isə müvafiq hal 3 ildən 8 ədəd müddəti nəzərdə tutulacaq.